Kürdəmirdə ər-arvada 10 bıçaq xəsarət yetirib. Kürdəmirdə ailə münaqişəsi baş verib. Ər-arvada 10 bıçaq xəsarət yetirib. Hadisə rayonun Sorsor kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı 31 yaşlı Sarı Hüseynovaya bədənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarət yetirib. Ağır bədən xəsarətləri alan yaralı dərhal yaxınlarının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Gecə saat 4-ün yarısı bizdən telefon əlaqəsinə çıxdı. Uşaq zəng vurdu ki, atanla anamın arasında söz-söhbət yaranıb. Mən də qısa vaxtda özümü lazım olan yerə çatdırdım. Getdim gördüm ki, bunların arasında söz-söhbət olub, bıçaqlaşma hadisəsi olub. Dərhal lazım olan qurumlarla əlaqə saxladım, məlumat verdim. Kürdəmir rayon polis şöbəsinə məlumat verdik. Və xəstəni dərhal özüm çatdırdım xəstəxanaya. Şükür Allaha əməliyyatdan çıxıb. Hər şey yaxşıdır. Allah şəfasını versin. Əvvəllər də olub bura? Əvvəllər ailə münaqişəsi. İndi mən yaşayış yerim ayrıdır. Mən bir neçə dəfə eşitmişəm ki, aralarında söz-söhbət olub. Belə nə deyim, yəni qismət talih ilahi belə yazılmış, belə də olub. Allah xəstəmizə şəfa versin. Əsas odur ki, xəstəmiz yaxşıdır. Hər şey yaxşıdır, şükür Allaha. 14-10 ay 2025-ci il tarixində saat 05:30 radələrində Kürdəmirdə baş verən bıçaqlanma hadisəsi səbəbilə xəsarət alan bir nəfər Kürdəmir rayon Sorsor kənd sakini 1994-cü il təvəllüdlü qadın cinsli şəxs Kürdəmir rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının kəsilmiş yarası diaqnozu təyin edilib, pasiyent dərhal əməliyyata alınıb. Hazırda müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsinə davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, cütlük 14 ilə yaxın idi ki, ailə qurublar və onların bu evlilikdən 2 az yaşlı uşaqları var. Hadisəni törətməkdə şübhəli bilinən Nizami Hüseynov 10 ildən artıq idi ki, en saylı hərbi hissədə gizir kimi çalışırdı. Hadisəni törətməkdə şübhəli bilinən Nizami Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam etdirilir. Aqil Əsədov, İrana Novruzzadə, Gün TV.